Konyaspor Fənərbağça matçı zamanı stadionun üzərindən uçan F-16 və Skorsky UH-60 helikopterləri müzakirə mövzusuna çevrilib. Uikal xəbər verir ki, hadisə aprelin 21-də baş verib. Belə ki, Konyasporun Fənərbağçanı məğlub etdiyi oyunda ilk hissədə stadionun üzərindən uçan F-16 və Skorsky UH-60 diqqət çəkib. Uçuşların Konyasporla yaxın əlaqələri ilə tanınan Konya 3-cü əsas reaktiv bazası və qarnizonunun komandiri general-mayor Mete Kuşun əmri ilə həyata keçirildiyi məlum olub. Bu, Türkiyə Silahlı Qüvvələri daxilində narazılıqla qarşılanıb. Hadisədən sonra general-mayor Mete Kuş başqa vəzifəyə təyin edilib. O, Konyadakı 3-cü əsas reaktiv baza və qarnizon komandiri vəzifəsindən uzaqlaşdırılaraq Hərbi Hava Qüvvələri Komandanlığının qərargahına təyinat alıb. Bu təyinat Türkiyə Silahlı Qüvvələri daxilində vəzifənin aşağı salınması kimi şərh edilib.